Bu günlər mən sizə başqa aləmlərdə yaşayan varlıqlar haqqında danışmaq istəyirəm. Biz üç ölçülü aləmdə yaşayırıq. Amma bizdən sonraki aləm də var, dördüncü aləm. Dördüncü ölçülü aləmdə yaşayan varlıqlar bunlardır. Əsasən 4 növü var. Mələklər, mələykələr, rezonanslar, demonlar. Yəni cinlər, şeytanlar, mələklər, ruhlar. Onlar dördüncü aləmdə yaşayan varlıqlardır və 4 ölçülü dünyada yaşayırlar. Onların bu dünyadakı əsas vəzifəsi nədir? Onlar insanlara və digər məxluqlara, yəni canlılara nəzarət etməkdədirlər. Allah tərəfindən, uca Tanrı tərəfindən bizə nəzarət edirlər ki, nəzarət edirlər də bir sözlə. Yəni nəzarət edirlər ki, ilahi qanun qorunub saxlanılsın. Bu varlıqlar haqqında digər əsas detalları indi açıqlayıram. Onlar məkan baxımından insanların və digər məxluqların yaşadığı planetlərdə, yəni bizim planetimizin yaxınlığında yerləşən məkanlarda yaşayırlar. Yəni onlar yer kürəsində yaşamırlar. Bizim dünyamızda yaşayırlar, amma yer kürəsində yaşamırlar. Onlar bizim Günəş sistemimizdə yerləşən Venera planetində yaşayırlar mələklər əsasən. Bu varlıqlar, yəni mələklərin məkanı dediyim kimi Venera planetidir. Onların əsas funksiyaları nədir? Nəzarət funksiyasıdır. Nəzarət funksiyasına misal olaraq nəyə göstərmək olar? Məsələn, yer planetində yaşayanlara Venera planetindəki mələklər nəzarət edir. Uca Tanrının əmri ilə, yəni Allah Taala'nın əmri ilə mələklər bizə nəzarət edir. 4 dənə əsas mələk var. Həzrəti Əzrail mələyi, ölüm mələyi, İsrafil mələyi, qiyamət günü surə üfləyəcək mələk. Daha sonra Ruh Cəbrail mələyi, Həzrəti Cəbrail mələyi. Bir də ki, 4-cü mələyin adı Mikail mələyi. O da havamız adı idarə edir. Yəni o başqa planetdən nəzarət edir. O mələklərin əsas xüsusiyyəti nədir? Onlar yəni 4 ölçülü aləmdə yaşayan varlıqların əsas xüsusiyyətləri bunlardır. Onlar bir ədəd mental şüar, yəni əsasən mələkləri nəzərdə tuturam. Onlar əsasən mental şüur dairəsinə və bir də efir bədəninə malikdirlər. Efir bədəni, yəni bizim fiziki bədəndən üst hissədə yerləşir. Onların mental şüur səviyyəsi 4,1 ilə 4,9 arasında dəyişir. Yəni onların şüuru bizdən üstündür. Bizdə 3,9'dur, onlarda isə 4,9'dur. Qida, yaxşı, bu 4 ölçülü varlıqlar nə ilə qidalanırlar? 4 ölçülü varlıqlar hidrogen, karbon və azot elementlərin sintezindən alınan hidrokarbonit adlandırılan maddələrlə qidalanırlar. Bu maddələrlə qidalanırlar yəni. Belə. Yəni yenə dediyim kimi 4 ölçülü varlıqlar mələklər idi, mələykələr idi, demontlar idi, bir də rezonanslardır. Onların da əsas funksiyası bizə nəzarət etməkdir. Sağ olun.